Mart 2026. Taleyin yazı gəlir. Salam əziz izləyicilərim. Mart ayı artıq qapımızdadır. Təbiətin oyanışı, ruhumuzun təzələndiyi və Novruzun bərəkəti ilə yoğrulmuş möhtəşəm bir dönəmə daxil oluruq. Mart sadəcə bir ay deyil, Mart bir dirilişdir. Bugünkü videomuzda Mart ayının hər bir gününü, hər bir bürcün sevgi, maliyyə, karyera və ailə kodlarını tarixlərlə ən xırda detallarına qədər analiz edəcəyik. Videonun dərinliklərinə keçməzdən əvvəl bir məqamı qeyd edim. İlk 3 bürcdən dərhal sonra sizin üçün çox özəl bir ruzi və bərəkət kodlaması verəcəm. Lakin kainatda alma-vermə balansı var. Bu kodlama yalnız kanala abunə olan və bu kanalın enerjisinə daxil olan izləyicilərimizə niyyətlənib. Əgər Martın bərəkətini həyatınıza cəlb etmək istəyirsinizsə, indidən abunə olun ki, enerjiniz aktivləşsin. Hazırsınızsa, Martın sirlərini açaq. Qoç. Martın 1-dən 20-sinə qədər sizin üçün sanki fırtınadan öncəki səssizlikdir. Pərdə arxasında planlar qurun. Amma rəsmi addımları 21-nə qədər saxlayın. Martın 21-də Günəş sizin bürcünüzə keçəndə sanki yenidən doğulacaqsınız. Xüsusilə Martın 24-28 arası vəzifədə yüksəlmə, yeni bir layihədə rəhbərlik etmə şansınız 90%-dir. Ayın ortasında köhnə bir borcun qaytarılması sizin Novruz alış-verişində çox rahatladacaq. Martın 26-sından sonra gəlirlərinizdə gözlənilməz artım var. Ailə daxilində Martın 17-si civarı kiçik anlaşılmazlıq ola bilər. Amma 20-si, yəni Novruz axşamı hər şey qaydasına düşəcək. Tənha qoçlar üçün Martın 22-si və 23-ü taley yüklü tanışlıqlar vəd edir. Əqrəb. Əqrəblər üçün Mart həqiqət sınağıdır. Martın 10-u və 14-ü arası partnyorunuzla dərindən söhbət etməli olacaqsınız. Gizli qalan nə varsa üzə çıxacaq. Bu, münasibəti bitirmək üçün yox, daha da möhkəmləndirmək üçün bir şansdır. Martın 18-dən sonra şans çarxı sizin tərəfə fırlanır. Miras, sığorta və ya bank işlərində müsbət nəticələr alacaqsınız. Kimsə sizə gizli bir maddi dəstək təklif edə bilər. İş yerində Martın ilk 10 günlüyündə gərginlikdən qaçın. Sizin susqunluğunuz strateji bir gedişdir. Martın 25-dən sonra rəqibləriniz sizin necə bir sıçrayış etdiyinizi görəndə çox təəccüblənəcəklər. Qız. Qızlar üçün Mart mükəmməllik ayıdır. Sizin detallara verdiyiniz önəm Martın 12-si və 15-i arası rəhbərliyin diqqətini çəkəcək. Yarımçıq qalmış hesabatları və sənədləri 19-una qədər tamamlayın. Çünki yeni və böyük bir vəzifə qapınızdadır. Qənaət etməyi bir kənara qoyub, Martın 20-si civarı özünüzə və təhsilinizə yatırım edin. Bu investisiya sizə aprel ayında 2 qat qazanc gətirəcək. Mart boyu yaxınlarınızın sizə ehtiyacı olacaq. Novruz ərəfəsində xüsusilə Martın 17-si evinizdəki köhnə əşyalardan və negativ enerjidən qurtulmaq üçün böyük təmizlik edin. Və gəldik videonun mərkəzinə. Əziz izləyicilərim,
alma və vermə balansı kainatın təməlidir. Mən indi Martın bolluq qapılarını sizin üçün açıram. Amma bu niyyət yalnız bu ailənin parçası olan kanalımıza abunə olanlar üçün keçərlidir. Əgər hələ də abunə olmamısınızsa, buyurun abunə olun və enerjini aktivləşdirin. Əlinizi ürəyinizin üzərinə qoyun. Gözlərinizi yumun. Martın bahar nəfəsini, yaşıl rəngli ruzi işığının cüzdanınıza dolduğunu xəyal edin. İndi mənimlə birgə təkrarlayın. Mən Mart ayının sonsuz bərəkətinə qəlbimi açdım. Ruzi mənə hər tərəfdən asanlıqla və bolluqla axır. İndi bu enerjini möhürləmək üçün şərhlər bölməsinə bol ruzi yazın. Balıqlar, ayın sahibi. Əziz balıqlar, bu ay sizin ayınızdır. Martın 20-sinə qədər Günəş sizin bürcünüzdə səyahət edir. Bu sizin üçün şəxsi yeni il deməkdir. Enerjiniz o qədər yüksəkdir ki, ətrafınızdakı hər kəsi maqnit kimi özünüzə çəkirsiniz. Özünüzə olan inamınız bərpa olunur. Martın 8-i və 11-i arası maliyyə bloklarınız açılır. Uzun müddətdir gözlədiyiniz o toplu pul nəhayət əlinizə keçəcək. İş yerində isə Martın 15-dən sonra rəhbərlik tərəfindən ciddi bir təklif ala bilərsiniz. Bu sadəcə maaş artımı deyil, həm də statusunuzun dəyişməsi deməkdir. Tənha balıqlar, ulduzlar deyir ki, Martın 14-ü və 15-i evdə oturmayın. Talih yüklü bir görüş gözlənilir. Münasibəti olanlar isə Martın 21-i, yəni Novruz axşamı partnerindən çox duyğusal və ciddi bir etiraf eşidə bilər. Ailədəki köhnə incikliklər Martın ortasında su kimi axıb gedəcək. Əziz balıqlar, Martda həyatınızın hansı sahəsində möcüzə istəyirsiniz? Hazır olanlar şərhlərdə bir ürək qoysun. Enerjimizi birləşdirək. Buğa. Mart ayı buğalar üçün qızıl ayıdır. Xüsusilə Martın 24-ü və 27-si tarixlərinə diqqət edin. Bu günlərdə edilən investisiyalar və ya alınan bahalı əşyalar sizə uzun müddətli xeyir gətirəcək. Maddi durumunuz stabilləşir və bayramı çox rahat keçirəcəksiniz. Ailə daxilində Martın 10-undan sonra böyük bir huzur hakim olacaq. Əgər tərəfdaşınızla aranızda soyuqluq varsa, Martın 21-i edəcəyiniz bir jest hər şeyi kökündən dəyişəcək. Evinizdə qonaq qaranın ən çox olduğu bir aydır. İş yerində sizin inadkarlığınızı hamı tənqid edirdi. Amma Martın son həftəsində o inadkarlığın necə bir uğura çevrildiyini hər kəs görəcək. Maaş artımı və ya bonus gözləntiniz Martın 28-nə qədər rəsmiləşə bilər. Dolça. Dolçalar Martda gələcəyi qurur. Martın 5-i və 9-u arası ağlınıza gələn o qeyri-adi ideyanı kimsəyə deməyin. Onu reallaşdırın. Texnologiya, internet və yaradıcılıq sahəsində olan dolçalar ilin ən böyük sıçrayışını Martın 15-i 20-si arası edəcək. Dostlarınız və ya sosial şəbəkələr vasitəsilə yeni qazanc qapısı açılır. Martın 16-sından sonra gələn təkliflərə diqqətlə baxın.
Pul sizə tək başına deyil, kollektiv işlərlə gələcək. Siz azadlığı sevirsiniz. Amma martın 22-si qarşınıza elə biri çıxa bilər ki, bütün qaydalarınızı unudarsınız. Münasibəti olanlar üçün isə mart bir yenilənmə ayıdır. Birgə səyahət planları qura bilərsiniz. Oğlaq. Oğlaqlar üçün mart ayı zəfər ayıdır. İllərdir çəkdiyiniz zəhmətin bəhrəsini toplamaq vaxtıdır. Martın 12-si və 18-i arası vəzifədə yüksəlmə, rəsmi sənədlərin təsdiqi və ya dövlət əhəmiyyətli bir işin həlli gözlənilir. Maliyyə intizamınız bu ay sizin ən böyük köməkçinizdir. Köhnə bir borcun martın 25-nə qədər gözlənilmədən qaytarılması sizi Novruz ərəfəsində həm təəccübləndirəcək, həm də çox sevindirəcək. Ailə böyükləri ilə vaxt keçirmək, martın 17-si və 21-i arası onların xeyir duasını almaq sizin enerjinizi təmizləyəcək. Sağlamlıq baxımından martın ilk həftələrində sümüklərinizə və dişlərinizə diqqət yetirin. Əkizlər. Mart sizin üçün ünsiyyət tufanı deməkdir. Martın 6-sı və 13-ü arası telefonlarınız susmayacaq. Yeni müqavilələr, yeni əməkdaşlıqlar və bol-bol görüşlər var. Səyahət planlarınız martın 23-dən sonra rəsmiləşə bilər. Pul gəlir, amma eyni sürətdə də çıxa bilər. Xüsusilə martın 15-nə qədər riskli investisiyalardan uzaq durun. Maddi dəstək üçün martın 23-ü ən düşərli gündür. Münasibətlərdə dürüstlük sınağı başlayır. Martın 19-u partnerinizlə ciddi və dərindən bir söhbətiniz olacaq. Gizli qalan nə varsa danışın, çünki bu ay səmimiyyət qazanacaq. Şir. Liderlik taxtınız martda daha da möhkəmlənir. Martın 10-undan sonra iş yerində söz sahibi siz olacaqsınız. Martın 22-si isə rəhbərlik tərəfindən hər kəsin qarşısında təriflənə bilərsiniz. Yeni bir iş təklifi alsanız, ayın sonunu gözləyin. Özünüzə və imicinizə yatırım etmək üçün martın 20-si ən yaxşı vaxtdır. Bahalı geyimlər və ya xarici görünüşdə dəyişiklik sizə yeni qapılar açacaq. Pul sizə özgüvəniniz sayəsində gələcək. Bayram süfrəsinin ən şən və dinamik üzvü siz olacaqsınız. Evinizdə qonaq-qara və gülüş mart boyu əksik olmayacaq. Ailə daxilində hər kəs sizin enerjinizdən ilham alacaq. Tərəzi. Sizin üçün mart harmoniya və barışıq ayıdır. Əgər kiminləsə küsülüsüzsə, martın 11-i və 16-sı arası o ilk addımı atın. Göy üzü münasibətlərin bərpası üçün sizə yaşıl işıq yandırır. Diplomatik qabiliyyətiniz martın 20-sinə qədər iş yerindəki gərginliyi həll edəcək. Hamı sizin ədalətinizə sığınacaq. Nüfuzunuzun artdığı bir aydır. Bayram hədiyyələrinə qarşı zəifliyiniz var. Martın 15-19 arası alış-veriş edərkən diqqətli olun ki, ayın sonuna büdcənizdə boşluq yaranmasın. Ox atan. Ox atanlar martda yerində dura bilməyəcək. Martın 18-dən sonra uzaq yollar və ya yeni bir təhsil proqramı gündəmə gələcək. Karyerada martın 24-də edəcəyiniz strateji bir gediş gəlirlərinizi ilin sonuna qədər artıracaq.
gözləmədiyiniz bir mənbədən, bəlkə də xaricdən və ya başqa bir şəhərdən maddi xəbər var. Pulların gəlişi martın son 10 günlüyündə surətlənir. Martın 21-i civarı həm azadlığınızı hiss edəcək, həm də sevgini dadacaqsınız. Sizi məhdudlaşdırmayan, əksinə qanadlandıran biri ilə tanışlıq gözlənilir. Xərçəng. Mart ayı xərçənglər üçün ocaq enerjisi deməkdir. Martın 17-si və 21-i evinizdəki bərəkət pik həddə çatacaq. Ailə üzvləri ilə birlikdə hazırlanan bayram süfrəsi sizin ruhunuzu sağaldacaq. Gözləmədiyiniz bir miras, sığorta ödənişi və ya bahalı bir hədiyyə martın 20-sinə qədər qapınızı döyəcək. Maddi baxımdan ən huzurlu bürclərdən birisiz. İntuisiyanıza güvənin. Martın 25-i civarı iş yerində bir qərar verməli olacaqsınız. Məntiqinizi yox, qəlbinizi dinləyin. O sizə ən doğru yolu göstərəcək. Əziz izləyicilər, 12 bürcün hər birinin ruhuna, cibinə və qəlbinə işıq tutmağa çalışdıq. Mart ayı hər birinizə ruzi, bərəkət və ən əsası can sağlığı gətirsin. Novruzun odu qəlbinizdəki kədəri yandırsın, suyu isə ruhunuzu təmizləsin. Unutmayın, videonun ortasında verdiyim kodlamanı etmək və şərhlərə bol ruzi yazmaq enerjinizi aktivləşdirir. Hələ də abunə olmamısınızsa, abunə olun ki, bu bolluq zənciri qırılmasın. Bayramınız mübarək. Növbəti videolarda görüşənədək sağlıqla qalın.